Seneduhu gayri nəqi. Gayri nəqi yəni pak deyil. Sənəd pak deyil. Təmiz deyil. Bərbaddır. Aydın? Əla kulli hal. 3 hədis nəql eləyəcəm. Üçü də Şəvval ayından, bayramdan sonra Şəvval ayında oruc tutmağı 2 gün və ya 3 gün oruç tutmağı neynir? Məsləhət görmür, qadağan eləyir. İndi bizim fəqihlər belə fətva verirlər bu hədislərə söykənərək. Şəvval ayının 3 gününü oruç tutmaq nədir? Bayramdan sonra 3 günün oruç tutmaq məkruhdur. Məşruhdur. Şəriətdə bəyənilmir. Eləsin də savabın yoxdur. Haram iş görmürsən. İnatkarlıq eləsin, hədis var, əcəb eləyirəm, o da başqa mövzu olacaq. Amma özümlə bacarmadım, elədim filan, heç bir savabın zadın yoxdur, amma gələn il belə şey eləmə. 3 gün bayramdan sonra oruç tutmaq nədir? Dində yoxdur. Peyğəmbərin evinin içi olan Həsən, Hüseyn, Zeynəl-Abidin, Baqir, Sadiq, Musa Kazım əleyhissalam və İmam Rıza əleyhissalamlar bu şeyə icazə vermirlər. Diqqət eləyin. Əbdurrahman ibn Həccac İmam Cəfər Sadiq əleyhissalamdan səhih sənədlə hədis nəql eləyir. Hədisin ikisi səhihdir, biri müvəssəqdir. Səhih yüksək dərəcədir, müvəssəqsə 3-cü mərhələdədir. Deməli, səhih, həsən, müvəssəq. Üçü də etibarlıdır. Amma seçim arasında qalsın, səhihlə müvəssəq baş-başa gəlsə, biri deyir sağa, biri deyir sola, hansını götürməliyik? Səhihi götürəcəyik, müvəssəqi tərk eləyəcəyik. Baxmayaraq ki, ikisi də etibarlıdır. Amma dərəcə də səhihin ravilərinin tərcümi halı müvəssəqdən daha parlaqdır. Daha şəffafdır, daha parlaqdır. Deməli, Əbdurrahman ibn Həccac buyurur ki, Səəltu Əba Abdillah əleyhissalam anil yevmeyn əlləzeyni bə'dəl fitr. Orucluq bayramından sonra 1, 2 o günlərdə oruc tuta bilərəm ya yox? İmam cavab verir. İmama belə deyir, yusaman əmla, o 2 günün orucu tutular ya tutulmaz. Fəqalə əkrəhu ləkə ən təsuməhuma. Əkrəhu, bəyənmirəm sən o 2 günün orucunu tutasan. Yəni Allahın hüccəti sənin bayramdan sonra oruc tutmağı nədir? Bəyənmir. Hədisin sənədi nədir? Səhihdir. Amma İmam Zeynəl-Abidindən nəql olunan tut hədisi nədir? Bərbad gündədir sənədi. Bu birinci hədis. Gəlirik ikinci səhih hədisə. İbn Əbi Ümeyr nəql eləyir Ziyad ibn Əbi Həllaldan. O da buyurur, qalə lənə Əbu Abdullah əleyhissalam. İmam Cəfər Sadiq əleyhissalam bizə belə buyurub. La siyamə ba'dəl adha. Adha qurban bayramıdır. Diqqət edin, qurban bayramı. Qurban bayramından sonra oruc nədir? Yoxdur. Yəni kimlərsə qurban bayramından sonra oruç tutmuş. İmam Cəfər Sadiq əleyhissalam fətva verir ki, la siyamə ba'dəl adha. Qurban bayramından sonra oruc nədir? Tutulmaz. Bu bir. Deməli, la siyamə ba'dəl adha səlasətə əyyam. Qurban bayramından sonra 3 gün oruç tutmaq olmaz. Bir. Və la ba'dəl fitri səlasətə əyyam. Nə də ki, orucluq bayramından sonra 3 gün oruç tutmaq nədir? Yoxdur. İnnəhə əyyam əklin və şurb. Həmən bu 3 gün yemək içmək üçündür. Bayram eləyin.
Allah'ın hüccəti buyurur ki, nə bayram günü oruç tutmaq olar, haramdır. Amma bayramdan sonra da 3 gün oruç tutmaq nədir? Bəyənilmir. Tutma. Allah'ın hüccəti zamanəsinin imamı izin vermir. Şəriətin sahibi, Peyğəmbərimizin canişini icazə nədir? Vermir. Bu ikinci hədis. Üçüncü hədisi səhihdən dərəcədə aşağı olan müvəssəq hərizdən nəql olunur. Həriz buyurur, İmam Baqir əleyhissalam belə buyurmuşdur. İdə əftartə min Ramazan. Ramazan ayı bitdi, iftarı elədin. Fitr bayramın elədin. Fələ təsumənə bə'dəl fitri tatavvəən. Tatavvə yəni könüllü. Fitr bayramından sonra, yəni orucluq bayramından sonra könüllü, yəni müstəhəb oruç tutma. La təsumənə. İmam təkidlə yanaşır. Yaxşı, bəs nə vaxt tutaq? Şəvval ayında heç oruç tutmaq olmazmı? İmam buyurur, İllə bə'də sələsin yandinə. 3 gün keçəndən sonra. Deməli, 3 gün keçir, 3 gündən sonra sən nə edə bilərsən? Şəvval ayının orucların tuta bilərsən. Deməli, birinci dəlilimiz oldu ki, İmam Zeynalabdin əleyhissalamdan nəql olunan hədisin sənədi qeyru nəqi, bərbad gündədir. İkincisi, 3 etibarlı hədis nəql elədim. O hədislə nədir? Ziddiyyət təşkil eləyir. Zəif hədislə səhih hədis ziddiyyət təşkil eləyəndə hansı götürülməlidir? Təbii ki, səhih götürülməlidir. Bu iki. Üçüncü, deməli, sənədi dedik, bu 3 hədis icazə vermir və üçüncüsü bu qeyd elədiyimdə hələ ki, əgər səhihlə zəif ziddiyyət təşkil eləyəndə səhihi götürürsən, zəifi qoyursan kənara. Deməli, mövzumuzun xülasəsi. Bayram günləri oruç tutmaq haramdır. Bayramdan istər orucluq bayramı olsun, istər qurban bayramı olsun. 3 gün keçəcək, sonra nə orucu tutursan, tut günah. O 3 günün orucu nə sayılır? Məkruh sayılır və bəyənilmir. İndi burada bir məsələ var ortada ki, rəca qəsdi ilə bu 6 günün, bayramdan sonra 6 günün orucunu tuta bilərəm ya yox. İndi ola bilsin müəyyən şəxslər, müəyyən alimlər başqa söz desin, amma mən bu 3 hədisə söykənirəm və imamların fətvasını imam sevənlərə çatdırıram. Tutmaq imamların sevmir. 3 günün orucunu imam nədir? Sevmir. İmam deyir, bu 3 günü nə edəcəksən? Bayram eləyəcəksən, yeyəcəksən, içəcəksən, bədənini rahatladacaqsan. 3 gündən sonra müstəhəb oruç tutursan, qəza orucu tutursan, nə orucu tutursan özün bilərsən. Yəni, burada rəca qəsdini işlədib bu 3 hədisi aşmaq mənim elmimə əsasən mümkün deyil. Allaha and verirəm İzzət Cəlalına xatir bizləri Quran və Əhl-i Beytin yolu ilə getməkdə müvəffəq eləsin. Allah Teala vətənimizi əmin-aman qərar versin. Allah Teala şəhidlərimizi qəriq rəhmət eləsin. Allah Teala şəhid ailələrinə səbr inayət eləsin. Allah Teala xəstələrə şifa versin. Allah Teala vətənimizə əmin-aman, ordumuzu müzəffər qərar versin. Allah Teala vətən düşmənlərini məhv nabud eləsin. Allah Teala zəmanə imamının zuhurunu təcil eləsin. Duaların qəbul olması üçün Peyğəmbərimizə salavat göndərir.